Salam, mənim adım Rəvandır. Bugün sizlərlə riyaziyyat 1-ci hissə səhifə 9-u sizə izah edəcəyim. Gəlin birinci suala baxaq. Abaqlarda təsvir olunan ədədlər rəqəmlərlə sözləri və açıq şəkildə yazın. Minlikdə görürük ki, 6 dənə abaq vardır. Yüzlükdə görürük ki, 4 dənə vardır. Onluqda heç yoxdur. Yanarı 0 yazıyır. Təklikdə isə 2 dənə vardır. İndi biz burada rəqəmləri yazaq. Açıq və sözlərlə mən indi yazanmaram. Açıq mən də bilirəm əslində, amma indi vaxtım yoxdur. Məsələn, indi minlikdə 6 dənə, yüzlükdə 4 dənə, onluqda 0, təklikdə 2 dənədir. İndi burada yazıram ki, məsəl üçün minlik 6, yüzlük 4, onluq 0, təklik 2. Yəni 6402. 6402. İndi ikincisinə baxırıq. Minlikdə 3, yüzlükdə 1, onluqda 3, təklikdə isə 5-dir. Keçək indi üçüncüyə. Biz görürük ki, minlikdə 2, yüzlükdə onluqda 0, təklikdə isə 5 dənədir. Yəni burada da 2005-dir. İndi ən axırıncısına baxaq. Burada minlikdə 1, yüzlükdə isə 7 dənədir. 1, 2, 3, 4, 5, 6, 7. Onluq və təklikdə isə 0-dır. Yəni burada da 1700-dür. Keçək ikinciyə. Qanuna uyğunluğu tapın və boş yerlərə uyğun ədədləri müəyyən edin. 3996, 3997, 3998, bura 3999, 3400, 100 və 3401. 3401. Keçək indi ikinciyə. Daha da yaxınlaşım ki, yerləşsin. 2001, 2011, 2021. Burada da 2031. Burada 0. Burada da 2041. Burada da 2051. Burada da buranı da bir dənə yazım. 3999, 3400, 400, burada 3401, 3401. Keçək indi o birinə. 4004, 4504, 4604, burada da 4704 olacaq. Burada da 4804 olacaq. Burada da 4904 olacaq.
Burada da 100 artır. İkincisini de 4800. Bir çarpımı başlayın. 6800. 6900. Burada ise bağışlayın, səhv eləmişəm. Burada 6800. Burada 7800. Burada 8800. Bir dəqiqə. Keçək indi ikinciyə. Üçüncüyə. Ədəd oxuyucularında nöqtələrin uyğun ədədləri tapın. Burada 1500'dür. Burada ise 1000'dir. Onda 500 olacaq. Burada 2500. Yok. Burada 2000 olacaq. Burada da 2500. Burada 3500. Burada 4500. Burada 6500. Burada ise 5. Bura ise 7500. Burada 7500. Burada 8500. Burada 9500. Bura ise bir dakika. Burada 9500. Bura ise burayı 10500. Keçək indi dördüncüyə. Keçək indi dördüncüyə. 3 rəqəmli ədədlərin pozulmuş rəqəmlərin müəyyən edin. Ən azı 3 variant söyləyin. İndi burada 663, burada isə 6 və 4'dür. Ortasına hansı rəqəm qoymalıyıq ki, bu daha böyük olsun? Məsələn, qoya bilərik 7, 8, 9. Bura 7, 8, 9. Burada ise olacak. Burada 2 olacak. Burada beraber değil axı. Burada yine 4 olacak. Burada da beraber olur. İstediğimiz məsəl üçün mən 3 deyirəm. Siz başqa rəqəm da yaza bilərsiniz. Bu böyük olsun ki bu böyük olsun ki bunun yerinə başqa bir rəqəm yazaq. Məsələn yaza bilərik ki 7, 6, 4. Sonra ise o birində isə 771 böyükdür 71. İndi orada nə yazmalıyıq ki o daha böyük olsun? Məsələn 6, 5, 4. İndi 6 elə rəqəm yazmaq ki ortaya o birində. 673 daha böyük olsun. İndi buraya yaza bilərik ki 4, 3, 2 yaza bilərik. İndi
keçirik 5-ci. 5-ciyə. Ədədləri sıralayaq. İndi artan sıra ilə düzsək 250, 205, 150. İndi məsələn burada birinci gələcək. İndi mən burada yer olmadığı üçün mən üstünə rəqəmlə yazacağam. 1, 2 hansı? 1-dirsə ən birinci, ikincisi orta, sonra birincidən sonra, üçüncüsü ən axırıncı, yəni ən böyük olan. Azalanda isə başqa olacaq. İndi burada ən kiçik artan sıra ilə 150-dir. Yəni bura 1 yazıram. Yəni sonra isə A bəndində ikinciyə baxıram. İndi burada ondan sonra gələn ən böyük olan 205-dir. Yəni bura 150, 205, 250. Yəni burada birinci 150 gəlir, ikinci 205, üçüncüsü 250 gəlir artan sırayla. İndi burada birinci B bəndində isə artan sırayla. Burada birinci bu 218, ikinci bu olacaq 423, üçüncüdə gələn isə olacaq 508, dördüncüdə bərabər isə 550. Azalan sıra ilə düzsək. İndi burada isə mən 1 dediyimdə azalan sırada ən böyük, 2 dediyimdə orta, 1 dediyimsə ən kiçik olacaq. Yəni burada artan sıranı elə bir tərs versiyası. İndi burada ən böyük hansıdır? 570. Bura 1 yazıram. Sonra isə ikinciyə yazıram ki 172. Üçüncüyə yazıram ki 144. Çünki azalan sırayla 570, 170, 144. İkincidə isə birinci gəlir 152, ikinci 172, üçüncü 254, dördüncüsü 752. Sonra keçir 6-ya. Boş xanaya uyğun ədədləri müəyyən edin. Bura indi 2875. Minlik, yüzlük, onluq, təhlik. Bura 2, 8, 7 və 5 olacaq. Üçüncüsünə keçirəmsə, bu 5000-likdirsə, yəni buradan 6230-dan 5000 çıxacaq, eləyəcək 1230. Yəni 1230. Sonra burada neçə yüzlük olduğunu deyir. İndi biz də 1500-ü böləcəyik 100-ə, eləyəcək 15. İndi 10.000-də neçə minlikdir? Yəni 10.000-də bölərik 10-a, bərabərdir 10.000-lik. İndi burada isə 4207 bərabərdir 3000-likdir. 3000-lik, yüzlük, 7 təhlik. İndi burada yüzlük verilməyibsə, onda olacaq burada 3000, yəni qalır 1007, onda 1200-dür. 1200, 3000, 4207. 54.000 isə 4000-lik. Burada da 1400 qalır. 1400 də 100-ə bölərəm, 14 yüzlük eləyər. Keçək indi 7. Ədədləri yuvarlaşdırın. Onluqlara qədər. İndi siz 3-cü sinifdə yuvarlaşma keçmisinizdir. İndi 330-u yuvarlaşdırsam. İndi 333-ü onluqlara qədər yuvarlaşdırsam olacaq
3030. Bu olacaq. Bağışlayın. Burada isə olacaq 9900. Bir dəqiqə. Burada olacaq 40. Burada olacaq 490. Burada olacaq 60 58-də. Burada isə olacaq onluqlara qədər yuvarlaşdırsaq 1280. 1280. Yəni birincisi dedi ki 330, 990, 40, 490, 58, 60, 1280 görürsən 1280 bərabərdir. Yəni burada deyir ki yüzlüklərə qədər yuvarlaşdıraq. Məsələn, indi yüzlüklərə qədər yuvarlaşdırdıqda yəni onluqlara baxacağıq. Burada olacaq 2800. Sonra burada 200. Burada 900. Bir dəqiqə. Burada 900. Bu 600. Yəni 624. Bu isə bərabərdir. 600'e bu da 1386 ise beraberdir. 1000 bir dakika bak şimdi biraz yorulmuşam. Bu da beraberdir 1300 1400'e. Sonra 4811. Burada ise 5000'e burada ise 4800 olacak. İndi keçək turistlər məsələsi, yəni 8-ciyə. Turistçilər qarşı sahilə keçmək istədilər. Qayıqçıdan əlavə 150 kiloqram yük götürə bilir. Yükləri birlikdə ata 103, ana 65, qız isə 54, oğul isə 44 kiloqramdır. Oğul isə 44 kiloqram. Qayıqçı onları digər sahilə 2 dəfə necə apara bilər? 2 dəfə necə? İndi məsələn belə edə bilərik. Məsələn, ana ilə qızı apardıq birinci dəfə. Məsələn, 65 üstəgəl 54 bərabərdir. Bu 5, 4, 9, 65, 11, yəni 119. İndi biz ata ilə oğlu aparsaq nə qədər olar? 100, 3 üstəgəl 44. Bərabərdir 7, 147. Yəni qayıqçı, yəni cavab birinci dəfə ana qız, ikinci dəfə isə ata oğul.
Keçək 9-cu məsələyə. Ədəd apartmana daxil edilən ədədin hər mərtəbə vahidinin sayı qədər kürəcik çıxır. Əvvəlcə apartmana hansı ədəd daxil edilmişdi? Sonra aparata ardıcıl olaraq 7052, 4800, 9029 ədədləri də daxil edildi. Hansı rəngdə kürəcik daha çoxdur? İndi biz aparatdakı olan ədədi tapaq. Burada minliklərdə 2-dirsə, burada da 2-dir, burada 3-dür, burada da 4-dür. Yəni 2234 rəqəmi verilmişdir. Burada isə 7000, 7052, 4800 və 9029 ədədləri də daxil edildi. Hansı rəngdə kürəcin daha çox oldu? İndi məsələn 7052. Burada indi 7 qırmızı, burada 4, burada çəkin baxışın. Burada 0 olacaq. Burada da 5, burada da 2. Yəni burada ən çox, yəni 7052-də ən çox olan qırmızı oldu. Bura Q yazıram. Yəni hər rəngin olsun deyə. 7052 qırmızı oldu. İndi 4800. Bura 4, bura 8, burada 00. İndi biz də tapdıq ki, burada 4800-də 800-ə, yəni mavi daha çoxdur. Bura 4806 M yazım mavi deməkdir. Sonra isə keçirik 9029-a. Bura 9, bura 0, bura 2, burada 9 yazılacaq. İndi burada axtarırıq ki, ən çox hardadır? Burada görürük ki, minliklərlə təklər eynidir və ən böyük bir rəqəmli ədədlərdir. Burada da yazırıq ki, sarı ilə qırmızı. Yəni burası virgül D. Yəni biz tapdıq ki, 7052-də qırmızı rəng daha çoxdur, 4800-də mavi rəng, 9029-da isə sarı rəng və qırmızı rəng daha çoxdur. Sağ olun, təşəkkür edirəm video izlədiyiniz üçün. Kanala abunə olmağı, like atmağı unutmayın. Xoş izləmələr, bay bay.